Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilə bilməyən layihələr. Azərbaycan Xalq Cümhuriyyətində konstitusiya qəbul edilməmişdir. Çox vaxtı İstiqlaliyyət bəyannaməsini konstitusiya ilə qarışdırırlar. İstiqlaliyyət bəyannaməsi konstitusiya deyil. İstiqlaliyyət bəyannaməsi 1918-ci ilin mayın 28-də qəbul edilib, konstitusiya deyil. Deməli, Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiyası olmayıb. Azərbaycan Xalq Cümhuriyyətində prezident idarə üsulu da yaradılmamışdır. Aqrar məsələ həll olunmamışdır. Amma aqrar məsələ ilə bağlı islahatlar qanun layihələri hazırlanmışdır. 1919-cu ildə aqrar islahatlar barədə qanun layihəsi hazırlanması üçün parlament komissiyası yaradılır. Hətta 1920-ci ilin martında aqrar məsələ ilə bağlı parlamentdə qanun layihəsi müzakirəyə də çıxarılır. Amma siyasi çəkişmələr və hökumət böhranı ilə əlaqədar baş tutmur. Deməli, aqrar məsələni də həll edə bilməmişik. AXC dövründə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə latın qrafikalı əlifbaya da keçə bilməmişik. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əlifba islahatı komissiyası yaradılıbdır və latın əlifbasına keçirilməsi haqqında layihə bəyənilibdir. Amma Sovet Rusiyasının işğalı səbəbindən bu islahatı da axıra kimi həyata keçirə bilməmişik. Deməli, latın əlifbasına da keçə bilməmişik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müəssislər Məclisinə seçkilər də keçirilməyibdir. Amma bu barədə əsasnamə qəbul edilibdir. 1919-cu ilin iyulunda Müəssislər Məclisinə seçkilər keçirilməsi haqqında əsasnamə qəbul edilib, amma 1920-ci ilin aprelində Sovet Rusiyasının işğalı ilə seçkilərin keçirilməsi baş tutmayıbdır. Azərbaycan Xalq Cümhuriyyətini öyrənərkən bunlara diqqət etməliyik. Deməli, Xalq Cümhuriyyəti dövründə konstitusiyamız olmayıb, prezident idarə üsulu olmayıb, aqrar məsələni həll edə bilməmişik, latın qrafikalı əlifbaya da keçə bilməmişik, Müəssislər Məclisinə seçkilər də keçirə bilməmişik.